Putin indi biraz da qorxu içindədir ki, ətrafı çevrilişə baş vura bilər. Baxın, Prigojin təxminən 2 il bundan qabaq da Prigojin qiyamı baş vermişdi. Prigojin Putinin ən yaxın dostuydu. Aşpazıydı. Kremli belə ərzaqla onun şirkətləri təmin edirdi. Prigojin belə deyək, bir silahlı qruplaşma da Wagner adında yaratmışdı ki, Putinə xidmət etsin. Putin dedi, get sən də Ukraynada savaş. Götürdü Wagner'i, getdi savaş. Gördü, bu savaş nəsə ağlabatan savaş deyil. Özü də açıq videolar başladı yayınlamağa Prigojin. Bu nədir? Qardaş qardaşı qırır, nəyimizə lazım, bu düzdür. Sonra qiyama başladı. Amma fikrindən daşındı. Rostova heç güllə atmadan götürdü. Moskvaya qədər gedib çıxa bilərdi. Sonra nə dedilər, nə demədilər, geri çəkildi və sonra da öldürdülər. Yəni, indi gərək Prigojin kimi biri ola ki, Kremlə daxil ola və Putini belə deyək, təşkil elə ki, artıq bəsdir, bu məsələni yığışdırma var. Bilirsiniz, bu mənə nəyə xatırladır? Yaxın tarixdən, yaxın və ya biraz orta tarixdən deyəlim. Deməli, Stalin öləndən sonra 53-cü ildə Beriya hakimiyyətə iddialı olur, o Daxili İşlər Naziri. Gürcü əsilli Daxili İşlər. Beriya hakimiyyətə iddialı olur və o birilər də iddialı olur. Və Xruşşov və onun ətrafı başa düşür ki, Beriya hakimiyyətə gəlsə bunları bir-bir qıracaq. Buna qarşı bir çevriliş planı hazırlayırlar. O müharibə qəhrəmanı da Jukova da, General Jukova da deyirlər ki, biz yığışacağıq, orada düyməni basacaq, girərsən səni bunu təşkil edib həbsxanaya apararsın. Bu iclas başlayır, Beriya gəlir, Beriyada heç nədən şübhələnmir. Deyirlər, sən partiya əleyhinə siyasət yürürsən, bu birdən çağırırlar, deməli, Jukov'u təşkil edir, elə bir 6 aydan sonra da gülləliyirlər Beriyanı. Ya mən demək istəmirəm ki, Putin Beriyaya bənzəyir. Putin özünü əslində Stalinlə müqayisə edir və Stalin də həmişə tərifləyir. Amma sistem oxşar sistemdir. Və mən hesab edirəm ki, həqiqətən ola bilsin generallar içində, belə deyək də, müharibənin mənasız olduğunu anlayanların sayı çoxalır. Çoxalır və onlar da düşünür ki, nəsə etməyə lazım. Bunu mən həm də nədən hiss edirəm? Rusiyanın dövlət televiziya kanalları ki, Kremlin nəzarətindədir, orada artıq mən etiraz səsləri eşitməyə başlamışam. Ekspertlərdən, Putinin siyasətini dəstəkləyəndən ki, açıq artıq bizi fikirlər ortaya atırlar. Z-blogerlər var, əvvəlcə müharibəni dəstəkləyən bir zümrə, jurnalist zümrəsi. Onlar da artıq fikirlər yayırlar Facebookda, sosial nəsə dayanmalıyıq, artıq nəticə əldə etməliyik, ölənlərimizin sayı artır. Bu əhval-ruhiyyə Rusiyada, hətta Kremlin içində də artır. Ona görə Putin biraz qorxu içindədir ki, bu ətrafı onu devirə bilər. Şoyqun da adı tez-tez çəkilir. Ümumiyyətlə, Şoyqun ətrafında halqa daralır. Keçmiş Müdafiə Naziri, hazırki Təhlükəsizlik Şurasının katibi. Niyə halqa daralır? Çünki Müdafiə Naziri olanda müavinlərin mütləq əksəriyyəti korrupsiya ittihamıyla həbs olunur. Bax, korrupsiya ilə bağlı Şoyquya qarşı da müəyyən şübhələr və ittihamlar var. Şoyqu həbs olunmamaq üçün öz keçmiş dostunu gedib Kremlə həbs edə bilərmi? Bu haqda da düşünənlər var. Ona görə Putin özünü təliyə salıb, müharibədə müsbət nəticə əldə edəmir, amma içəridə ölkə şəhərləri vurulur. Rus cəmiyyəti düşünməyə başlayır ki, daha nə qədər biz belə yaşayacağıq. Tuapsaya bir zərbə indirildi ki, Tuapsada ekoloji fəlakət yaşanır. Rusların bir çoxu ki, xarici ölkələrdə dincələ bilmirdi, pulları çatmır. Gedib Tuapse kimi şəhərlərdə Qara dənizin sahilində dincəlirdilər də, biraz ucuz bax. İndi orada da gedəməyəcəklər, dəniz neftlə dolu, çirklənib, havası da çirklənib, ekoloji fəlakət yaşanır. Bunu Rus cəmiyyəti düşünməyə başlayır. Rus cəmiyyəti düşünürsə sevinç xanım. Deməli, generallar da düşünür. Deməli, Putinin müşavirləri də düşünür. İndi qorxurlar nəsə şey eləməyə, amma yenə də öz aralarında yəqin gizlincə fikir mübadiləsi aparır.